Salam, hörmətli tamaşaçılar. Din və cəmiyyət verilişi efirdədir. İnsanlara dini məsələləri öyrədərkən onları çətinliyə salmayın, asanlıq yaratmağa çalışın. İnsanları Allahın mərhəməti ilə müjdələyin, Allahın qəzəbi ilə qorxutmayın. İnsanlar arasında birlik və vəhdət yaratmağa çalışın, pərakəndəlik salmayın. Həzrət Muhammed Peyğəmbər Salavatullahın bu kəlamları İslam dininin əsl mahiyyətini anlamağımız üçün bizə yetərli məlumat verir. Bəli, İslam dini asanlıq dinidir. İslam insana rahatlıq və mənəvi asudəlik gətirir. İnsanları çətinliyə salmır. Biz də bugün İslam dininin məhz bu xüsusiyyətləri barədə danışacağıq. Qonaqlarımızı sizə təqdim edirəm. Bugünkü qonaqlarımız Bakı Dövlət Universitetinin dosenti Turqay Hüseynov və Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin müəllimi Qoşqar Səlimlidir. Mən sizi salamlayıram, verilişimizə xoş gəlmişsiniz. Sağ olun. Qoşqar, mənim verilişimizə sizdən başlamaq istərdim. İlk sualı sizə ünvanlayıram. Din insanların həyatında nə kimi rol oynayır? Yəni, insanların dünyəvi həyatında, insanların cəmiyyət həyatında və həm də fərdi həyatında din onlara hansı faydaları, hansı xeyirləri gətirir? Ümumiyyətlə, dinin insanlara təsiri nə cürdür? Bunu nə cür qiymətləndirə bilərik? Təbii ki, hər bir insanın həyatında, istər şəxsi həyatında olsun, istər cəmiyyət həyatında olsun, müəyyən qanun, qaydalar var. Müəyyən onun həyatını tənzimləyən, şəxsi və ümumi həyatını tənzimləyən bir qaydalar toplusu var. Təbii ki, siz bunu sadəcə dinlə deyil, digər konsepsiyalarla da əhatə eləyə bilərsiniz. Din də insanın şəxsi və ümumi cəmiyyət həyatını tənzim edən qanun qaydalar toplusu deyə bilərik. Din insanın sadəcə mənəvi həyatı deyil, eyni zamanda onun şəxsinə qarşı, cəmiyyətinə qarşı, ailəsinə qarşı olan məsuliyyətlərini də əhatə edir və onları bir qayda olaraq meydana qoyur. Din insanın təbii ki, hər şeydən öncə mənəvi zənginliyini təmin edir. İnsanı mənəvi cəhətdən, əxlaqi cəhətdən, ədəbi cəhətdən, etik cəhətdən təmizliyə sövq eləyir. Amma hər şeydən öncə onu unutmaq olmaz ki, din insanın sadəcə bu dünya həyatını deyil, eyni zamanda onun üxrəvi, yəni axirət məsuliyyətini də ona aşılayır. İnsan sadəcə dünyadakı, yəni dini yaşamaqla, dinin ona öyrətdiyi qayda qanunlara riayət etməklə sadəcə bu dünyanı, yəni bu dünyasını tənzim edib onu abad eləmir. Eyni zamanda bax bu dünyadakı həyatı ilə bu dünyada o dini qaydalara, hüquqlara riayət eləyərək eyni zamanda axirətini də ya bərbad ya da ki abad eləyir. İslam dini məhz bu din qrupuna aiddir. Çünki İslam dini son din, yəni yer üzünə göndərilən Peyğəmbər sallallahu aleyhi və səlləm axırıncı Peyğəmbər olduğu üçün onunla bərabər göndərilən bu İslam dini də son din hesab olunduğuna görə müsəlmanların nəzərində bütün mükəmməllikləri İslam dini özündə birləşdirir. Və insanı həm dünya baxımından, həm axirət baxımından xoşbəxt edəcək, onun həyatını ən ideal dərəcədə tənzim edəcək, onu cəmiyyətinə, ailəsinə bağlı bir insan olaraq yetişdirəcək din anlayışı da baxın İslamla əsaslanmaqdadır. Təbii ki, səmavi dinlərin, yəni ki, istər İslam olsun, istər xristianlıq olsun, istər yahudilik olsun, bunların bu müqəddəs kitablarına baxdığımız zaman, bunların insanlara təqdim etdikləri, baxın, bu hüquqlara, haqlara, qayda qanunlara fikir verdiyimiz zaman, digər dinlərdən müqayisədə biz bu səmavi dinlərin insanlara daha geniş üfüqləri bəxş etdiyini görürük. İlahi əsasa, ilahi hüquqa burada daha çox yer verdiyini görürük. Bugün baxdığımız zaman ən azından səmavi dinlərin milyonlarla, bəlkə də baxdığımız zaman milyard hesabında belə təmsilçiləri var, mənsubları var. Universal dinlərdir. Bunlar bütün zamanlara, bütün şəraitlərə, bütün məkanlara cavab verə biləcək, bütün sualları cavablandıracaq dinlərdir. Turqay müəllim, sizə belə bir sual vermək istərdim. Bəziləri belə düşünürlər ki, insanların həyatına din mane olur. Dindarlıq, dini qanunlara riayət etmək insanlara mane olur. Siz necə düşünürsünüz? Bir vətəndaş olmaqla yanaşı, hətta bir iş adamı olmaqla yanaşı, dindar da olmaq mümkündürmü? Yoxsa bunlar bir-birinə maneçilik törədən amillərdir? Bu sualın qoyuluşu ola bilsin ki, biraz başqa cür qoyulsa daha məqsədə müvafiq olardı. O baxımdan ki, yəni necə din mane ola bilər? Yəni, din heç vaxt mane ola bilməz. Din həmişə ictimaiyyətdə öz yerini tutmuşdur. Və bir məna olaraq demək olmaz ki, məsələn, dinin yeri elə budur.
Yəni dinin yeri cəmiyyətdə müxtəlif zamanlarda, müxtəlif tarixi şəraitlərdə dəyişib. Çünki biz burada bu iki tendensiya var. Biri bu dinləşmə, biri dindən qaçma tendensiyası. Yəni bundan asılı olaraq cəmiyyətdə ümumiyyətlə dinin yeri, yəni dinin rolu dəyişibdir. Yəni biz buna nəzər yetirməli və ümumiyyətlə din tarixi boyu müxtəlif tarixi şəraitlərdə öz funksiyalarını yerinə yetirib və yetirməkdədir. Dinin özü cəmiyyətdə mənəvi dəyərlərin, normaların yaradılmasının, belə deyək, təkan verir, əsasını təşkil edir. Mən hesab edirəm ki, din heç vaxt iş adamına heç bir belə deyək, problem yaratmır. Çünki din özü insanları saflaşdırır, Qoşqar mənim qeyd etdiyi kimi, yəni daxili intizamını möhkəmlədir və insanın ümumiyyətlə bu həyatda nəyə görə gəlməyini və öz hərəkətlərinə belə deyək, düzgün qiymət verməsinə mənə köməklik göstərir. Turqay müəllim, bu bir reallıqdır ki, bəzi qərb ölkələrində biz İslama qarşı ikili standart müşahidə edirik. Yəni, həmin cəmiyyətlərdə tolerant bir şəraitin yarandığını iddia edirlər, amma İslama qarşı müəyyən təzyiqlər müşahidə edirik, görürük bunları. Bax, sizcə bunların səbəbi nədir? Niyə İslam bəzi cəmiyyətlərdə özünə layiq olduğu yeri tapmır və buna qarşı maneçiliklər törədilir? Səbəbi nədir bu? Bu din azadlığı, vicdan azadlığı, yəni bunlar belə deyək, beynəlxalq səviyyədə, beynəlxalq normalarda öz əksini tapmışdır. Yəni buraya biz siyasi və mülki hüquqlar haqqında beynəlxalq paktın 18-ci maddəsini gətirə bilərik, Avropa Konvensiyasının insan hüquqlarına bağlı konvensiyanın 9-cu maddəsini gətirə bilərik. Yəni burada bir mənalı olaraq beynəlxalq müstəvidə vicdan azadlığının, din azadlığının və paktın özü fikir azadlığını da buna birləşdirir. Yəni bu hüquqa və bunu bir maddədə əks etdirir və beynəlxalq normada və həmin dövlətlərin daxili qanunlarında da yəni bunlar öz əksini tapmışdır. Sadəcə olaraq yəqin ki, həmin dövlətlər daha çox xristian olduğuna görə və biz nəzər yetirsək, məsələn, müxtəlif dövlətlərin təcrübəsinə biz onun şahidi oluruq ki, yəni müxtəlif tarazlama var, yəni dinlə dövlət arasında. Məsələn, deyək ki, İngiltərədə bir başqa cürdür, məsələn, İtaliyada bir müqavilə var, mövcud müqavilə, 29-cu ilin müqaviləsi var ki, yəni devlətlə din arasında bir müqavilə var ki, yəni bu tarazlaşma hansı qaydada aparılacaqdır və mən hesab edirəm ki, yəni, digər dinləri ola bilsin ki, tam qəbul edə bilmirlər və ola bilsin ki, insanların həmin dinə marağının artmasını mı bu baxımdan, yəni ki, insanlar ola bilsin digər dinə meylənə bilər. Yəni, mən hesab edirəm ki, yəni, belə deyək, mənim öz fikrimdir ki, yəni, fransız üçün nə fərqi var? Yəni, bu müsəlmandır ya xristiyan. Yəni, əgər biz devlət qurmuşuqsa, yəni, bu devlət bir devlət kimi mövcudduqsa, yəni, insanların hansı dinə qulluq etdiyi, yəni, əgər o din belə devlətə qarşı çıxmırsa, yəni, devlətə, belə deyək, hansısa bir problem yaratmırsa, yəni, bunun nə problemi ola bilər? Mən hesab edirəm ki, yəni, bu devlətə heç bir ziyan verən bir şey deyil. Yəni, mən Azərbaycanın özü misal gətirərdim. Yəni, dünyanın, mən deyərdim ki, yəni, tolerant dövləti Azərbaycan. Yəni, müxtəlif dövlətlərdə olmuşuq. Yəni, aydındır, məsələn, Avropanın köbəyi olan, deyək ki, İsveçrəsidir, yəni, başqa dövlətləridir. Yəni, bəli, şəraitlər, müsəlmanlar üçün şəraitlər yaradılıbdır. Yəni, məscidlər var, ged ibadəti və etkinə və s. Lakin sadəcə olaraq haradasa bir təhdillə yanaşırlar ki, yəni, müsəlmançılığı hansısa bir pis amillərlə bağlayıb, çalışırlar ki, ictimaiyyətə bu formada onu təbliğ etsinlər. Yəni, yəqin həmin siyasətin arxasında hansısa bir fikirlər durur. Sadəcə olaraq, yəni, İslamı İslam kimi qəbul etsələr və İslamı İslam kimi dəyərləndirsələr, mən hesab edirəm ki, bu proseslər əksinə gedərdir. Mən sizin sözünüzə qüvvət olaraq bunu vurğulamaq istərdim ki, həqiqətən Azərbaycan tarixli baxımından bütün dünyaya nümunə ola biləcək bir ölkədir və Azərbaycanda bütün dinlərin ardıcılları üçün yaradılmış şərait və həqiqətən həqiqi mənada yaradılmış şərait buna nümunə ola bilər və Azərbaycanda hər hansı bir dinə etiqad bəsləmək hər bir şəxsin özünün əqidə işidir və vicdan işidir. Yeri gəlmiş yenə mən növbəti rubrikamda təqdim etmək istərdim. Vicdan dedim, elə bizim növbəti rubrikamızda Vəhy İşığında rubrikasının bugünkü mövzusu vicdanla bağlı olacaq. Qur'an-ı Kərimin ayələrində, İslam maarifində və bizim klassik ədəbiyyatımızda vicdanla bağlı nələr deyilib və vicdan ümumiyyətlə nədir? İnsanın dünyəvi həyatına, insanın bu dünyadakı həyatına hansı müsbət təsirləri göstərir və insanı nə cür nizamlayır? Bax, bu barədə gəlin bu sujeti izləyək. Vicdan Allah tərəfindən insan təbiətinə istiqamətləndirilmiş şüardır.
Burada elə göstərişlər, dəlillər mövcuddur ki, biz bunlarla doğuluruq və onlar bizi həqiqətə yönəldir. Müqəddəs dinimiz deyir, vicdan Allah tərəfindən hər bir canlının təbiətində yerləşdirilmiş nurdur və cəmiyyət inkişaf etdikcə bu ilahi işıq kainatın sərt və möhkəm nizamında, təbiətin pozulmaz qanunlarında, dünyanın gözəlliyində, insanların mühakimə və əməllərində özünü əks etdirir. Böyük irfan şairi İmadəddin Nəsimi yazırdı. Qaludən əgər aləmə iqrar ilə gəldin, iqrarını tərk eyləmə, inkara yapışma. Əgər Allahın əmri ilə, sözü ilə dünyaya iqrar edib gəlmisənsə, qərarından dönmə, inkara yapışma. İnsanda Allahın məziyyətlərindən var və əgər insanı Allah yaradıbsa, müqəddəs Qurani Kərimdə onu bütün canlılardan uca bəyan edibsə, yaşadığımız bu dünyada da uca tutulmalı, özünü uca tutmalıdır. Müdriklərimiz Quran olmayan yerdə Füzuli qəzəli oxu deyiblər. Onun yaradıcılığı Qurani Kərimin dərindən anlaşılmasında az rol oynamır. Necə bir nəfs təmənnası ilə yemək və içmək ola dilxahın. Eyləyib zöhdü vərədən nifrət, taət-i həqdən ola ikrahın. Məbədin mətbəx ola şam-ı səhər, müstərah ola ziyarətgahın. Bunun üçünmü olubsan məxluq? Bu mudur əmri sənə Allahın? Bəli, vicdan Allaha bağlılıq, ona gedən yolu tutaraq o yoldan dönməməkdir. Vicdan da müqəddəsdir. Yaxşını pisdən seçmək, səhvi düzdən, icazə verilmişi qadağan edilmişdən ayırmaq üçün xüsusi şəriət təhsilinə ehtiyac duyulmur. Çünki Allah hər kəsin qəlbində şəriət və dəqiq tərəzi yerləşdirib. Peyğəmbərimiz deyib, insanlar sənə məsləhət vermiş olsalar da, öz ürəyinlə məsləhətləş. Ruhumuzun maddi natəmizliklərdən, nəfsani zərərlərdən təmizlənməsi üçün nə lazımdırsa görürük, bilirik və bütün bunları ictimai biliklərsiz təyin edirik. Biz bunu adı vicdan olan Allah nuru ilə edirik. Qurani Kərimdə buyrulur, ey iman gətirənlər, əgər Allahdan qorxsanız, o sizə haqla nahaqqı ayırt edən bir nur verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf, mərhəmət sahibidir. Ənfal surəsi 29-cu ayə. Heç kimə gizli deyil ki, bugün bir çox ölkələrdə, dünyanın bir çox ölkələrində, yəni İslam yaşanan ölkələrdə bəzi radikal təmayüllərə rast gəlirik. İnsanlara dini müəyyən qapalı bir şəraitdə, çətinləşdirici bir şəraitdə, insanlar üçün problem yaradacaq bir şəraitdə təqdim edirlər. Bax, bunun səbəbi, bunun kökü nədir? Həqiqətənmi İslamda bir çətinlik gizlənib, İslamda insanlar üçün bir problem gizlənib? Yoxsa bu müəyyən bir dairələrin marağıdır ki, İslamı bu şəkildə təbliğ etsinlər? Bilirsiniz, bu sadəcə Azərbaycan cəmiyyətinə, Azərbaycan xalqına aid bir problem deyil. Radikal qruplar dediyi zaman bunu sadəcə bir qrupa aid etməmiz yanlış olur. Çünki ta bini qədimdən, bəlkə də Peyğəmbər əleyhissalatü vəssalam dönəmindən belə qruplar var olmuş, mövcud olmuş. Ancaq din avtomatik olaraq bunu öz kənarına atmışdır, özündən qəbul etməmişdir. Azərbaycan cəmiyyətində bu radikal qrupların meydana gəlməsinin ən birinci səbəbi insanların dini cəhətdən cahil olmasına bağlayıram mən. Çünki insanlar doğru vasitələrlə, doğru yerlərdə dinlərini öyrənmədikləri zaman siz istəsəniz də, istəməsəniz də müəyyən axın gəlib onun yerini dolduracaqdır. Ona görə hər şeydən öncə təbii ki, çalışmaq lazımdır ki, bax, bu sərt, özündən başqa heç kəsin doğrusunu qəbul etməyən, yalnız öz düşüncəsinin doğru olduğunu, öz məzhəbinin, təriqətinin doğru olduğunu düşünən insanlara qarşı mübarizə aparmaq, bu axınlara qarşı mübarizə aparmaq üçün müəyyən tədbirlər görünməli, onlara qarşı fikir qoyacaq, onların fikrini çürdəcək, onların düşüncələrini ortadan qaldıracaq fikir və elm insanları yetişdirilməli, əsərlər yazılmalı. Bax, bu maarifləndirmə işi aparılmalıdır. Çünki Peyğəmbər əleyhissalatü vəssalamın sözlərinə müraciət etdiyimizdə Peyğəmbər nə deyir? Yassiru və la tuassiru, bəşşiru və la tunaffiru. Ey insanlar, ey müsəlmanlar, bir insana din öyrətdiyiniz zaman, ona dinin gözəlliklərini başa saldığınız zaman asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin.
Çünki Peyğəmbərimizin təbliğ metodu bunun üzərində qurulmuşdur. Peyğəmbərimizin digər din mənsubları ilə, digər düşüncə sahibləri ilə münasibətinə, belə deyək də, onlarla olan o rəftarına baxdığımız zaman tam başqa bir səhnə gəlir bizim gözümüzə qarşı. Peyğəmbərimiz hətta bəzi hallarda İslamın düşüncəsinə, Quran və yəni vəhyin və Peyğəmbər sallallahu əleyhi və səlləmə o vəhyin öyrətdikləri şeylərə, fikirlərə qarşı olduğunda belə Peyğəmbərimiz o düşüncəyə qarşı sayğılı davranmış, hörmət etmişdir. Eləcə də İslam böyükləri eyni ilə, İslam böyüklərindən birinin xəlifələrdən birində, Allah onlardan razı olsun, bir köləsi başqa bir dinə, bildiyim qədərlə xristiyan imiş. O insan ona dinini dəyişdirməyini təklif edir. Ki, gəl, İslam doğrudur, gəl bu yola, bizim yolumuza gəl, bizim dinimizi qəbul et. O xristiyan kölə deyir ki, mən hazır deyiləm. Mən hələ ki qəbul eləmək istəmirəm və o xəlifə o adamı buraxır. Get, öz işində ol, öz dininə ibadət elə. Yəni, hətta onun köləsidirsə, onun üzərində müəyyən hüquqlara malikdirsə belə, onun əqidəsi üzərində malik deyil. Çünki inanc bilirsiniz, elə bir şeydir ki, əqidə elə bir şeydir ki, insanın inanma hissi elə bir şeydir ki, heç bir şey onun üzərində hakim ola bilməz. İnsanın şəxsi vicdanından başqa. Əgər siz dinin sizə öyrətdiyi bir şeyi öyrənmək istəyirsinizsə, bunu xoş qəlbiliklə etməlisiniz. Kiminsə məcbur etməsi ilə, kiminsə sizə bunu zorla sövq etməsi ilə bu olmaz. Bir də bilirsiniz, İslam hər zaman dini insana asanlaşdırır. Çünki Peyğəmbərimiz nə deyir? Əd-dinu nəsihə. Din nəsihətdir. Yəni, siz bir insana dini öyrətdiyiniz zaman namazdır, imandır, İslamdır, dinin müəyyən qayda qanunlarıdır. Siz bunu insana başa saldığınız zaman ona bir məcburiyyət kimi deyil, bir nəsihət kimi başa salacaqsınız ki, sən bunu belə deyil, belə etsən, bu sənin üçün, sənin dünyan üçün, sənin axirət üçün, sənin Allahla münasibətin üçün daha uyğundur, daha düzdür. Sən bunu eləyirsən, bunu etməyib, buna əvəz bunu etsən daha yaxşı olar. Yəni, siz insanlara nəsihət edəcəksiniz. Peyğəmbər sallallahu əleyhi və səlləmə Allah Teala dəfələrlə deyir, biz deyir, səni yalnız bir müjdələyici, insanlara bir xəbər verici olaraq göndərdik. Onlar iman etmirlər deyə sən kədərlənmə. Hidayət Allaha məxsusdur. Hidayət Allahın əlindədir. Sənin yaxınlarına sən nə qədərdir istiğfar etsən də Allah onları əfv etməz. Niyə? Çünki onun imanını, onun daxilindəki o inanc aləmi dəyişdirəcək yeganə güc varsa o da Allahdır. Peyğəmbərlər belə buna qadir deyirlər. İslamın əsas vəzifəsi budur. İnsanların qəlbi tərbiyəsi ilə məşğul olmaq. Çünki qəlbi tərbiyə kamil olduğu zaman insanın həm əqli tərbiyəsi, həm bədəni tərbiyəsi, həm ailə tərbiyəsi, həm cəmiyyət tərbiyəsi və nəhayətdə xalq və ümmət tərbiyəsi gəlib öz yerini tutur. Cəmiyyət öz-özlüyündə sağlamlaşır. Burada mən kiçik bir əlavə etmək istədim və sizin münasibətinizi bilmək istədim çox qısa şəkildə. Siz qəlbdən danışdınız və Quranda bununla bağlı çox gözəl bir ayə var Rə'd surəsində. Həqiqətən Allaha zikr etməkdə qəlblər aramdır. Ələ bi zikrillahi tatmainnul qulub. Və qəlbin də aramlığı, rahatlığı Allaha bağlıdır, dinə bağlıdır. Təbii, şübhəsiz. Çünki bilirsiniz, bax, biz indi danışdıq, bu radikal axınlar, bu insanları qəsvətləşdirən, onların qəlbini daşlaşdıran. Çünki bilirsiniz, o insanlarla söhbət etdiyiniz zaman sizi dinləmək istəmirlər. Bir doğrunu başa salmaq istəyirsiniz, bir şeyi demək istəyirsiniz. Ha vaxt ki, siz onların könlünü oxşayan, onları sığallayan, onların fikirləri ilə üst-üstə düşən bir məsələyə toxunduğunuzda sizdən böyük, sizdən gözəl, sizdən elmli insan yoxdur. Amma bir balaca onların dini deyil, dini demirəm, onların nəfsi duyğularını və şəxsi hisslərini toxunduğunuzda bu insanlar üsyan eləməyə başlayırlar. Dünən alqışladığı insanları bu gün qarğışlayırlar. Bu çox təzadlı bir hadisədir və həqiqətən iman baxımından birinci növbədə kiminsə imanına görə kimsəni belə deyək də, müqəssir yerinə qoymaq olmaz. Peyğəmbərimizin üsulu bu deyil, İslamın üsulu bu deyil. İslam insanın dinində sabit olmasını istəyir. Yəni, və sadəcə mən doğruyam. Peyğəmbərimiz ən böyük mübəlliğ idi, ən böyük təbliğatçı idi. Amma Peyğəmbərimiz heç bir zaman insanlara heç bir şey məcbur eləmirdi. İnsanlara sevgi ilə başlamışdır dinin.
insanların dinini sevməsini təmin etmişdir Peyğəmbərimiz. Və elə İslam da məhz bunun gücünə yayıldı. Məhz həmin insanlar Peyğəmbərimizin bu alicənablıqını, bu rəhmini, bu mərhəmətini və bizim dildə desək bu tolerantlığını görərək İslamı qəbul etdilər və Peyğəmbərimizə qoşuldular. Turqay müəllim, bugünkü dünyaya bir nəzər salaq, müasir vəziyyətlə bağlı sizə bir sual vermək istərdim. Bu cəmiyyətdə çox mübahisələrə səbəb olan bir məsələdir əslində. Bugün reallıq bundan ibarətdir ki, biz İslam dünyasının texniki cəhətdən, inkişaf cəhətdən geridə qaldığını görürük. Qərb aydındır ki, şərqi üstələyib. Və həmçinin biz müsəlman dünyasında az da olsa müəyyən radikal axınlara, terror əməllərinə, təxribatçı fəaliyyətlərə və s. rast gəlirik. Və bunu da görürük ki, öz dövlət quruluşunu İslam təməli elan etmiş bəzi ölkələrin də həm daxildə, həm də xarici ölkələrin münasibətlərində çox ciddi problemlər yaranır. Bax, sizin fikrincə bunlar nədən qaynaqlanır? Bunlar İslamın özündən gələn səbəblərdir, yoxsa İslamın düzgün anlaşılmaması, həyata düzgün tətbiq edilməməsi və yaxud İslamdan sui istifadələr edilməsi? Bax, səbəblər bunlardırmı? Qoşqar müəllim çox gözəl qeyd etdi. Yəni, bu təhsillə bağlıdır. Yəni, insan həmişə axtarışda, həmişə nəsə öyrənməlidir. Yəni, bu məlumatı olan insanı hansısa bir istiqamətə yönəltmək biraz çətindir. Yəni, o, belə deyək ki, təhsili olmayan, yəni dünya görülüşü belə sıx çərçivədə olan insanları idarə etmək daha da asandır. Yəni, radikallıq tək İslamda deyil. Yəni, radikallıq İudaizmdə də var, radikallıq Xristianlıqda da var. Yəni, İsrailin bugün, deyək ki, bu radikal hissəsinə baxsanız, elə parlamentin özündə, məsələn, deyək ki, Qalakinin bir qanun kimi tətbiq olunması, yəni ki, biz buna itaət eləməliyik, yəni bizim qanunumuz budur. Yəni, belə dövlət səviyyəsində, yəni ki, millət vəkilləri səviyyəsində olan bir məsələdir. Yəni, mən bu Osmanlı imperiyasının bir tarixi ilə qısaca olaraq bir maraqlandım. Yəni, Avropa niyə, belə deyək, İslamı tənbih edir? Yəni, bir balaca tarixə baxaq və Osmanlının Avropanı işğal etdiyi zaman, yəni ki, cəmaatın əhval-ruhiyyəsinə, vəziyyətinə baxaq. Yəni, İslam kimi, belə deyək, məhv etmişdir və kimi məcbur etmişdir ki, İslama qəbul olunsun. Yəni, baxın Osmanlıya və səhv eləmirəmsə, Macarıstanın prezidenti belə bir çıxış etmişdir. Yəni ki, Osmanlı bizi 160 il əsarətdə saxladı. Yəni, onlar, belə deyək, məhv etdiyi adamların sayı bizi xristianlar məhv etdiyindən daha da, yəni ki, çox-çox azdır. Yəni, yəni bu faşizm devrində baş vermiş hadisələrlə bağlı. Yəni, 160 ildə bu qədər, belə deyək, biz insan itkisinə yol verməmişdik. Yəni, həmin devirdə İslam olub. Yəni, 600 ilə yaxın olan, yəni, belə deyək, tarixi olan Osmanlıda da, yəni, bir nəzər yetirək tarixə baxaq, yəni, İslam hansı pislik etmişdir, hansı mənfi, belə deyək ki, bir təsir etmişdir cəmiyyətə. Yəni, bu baxımdan sadəcə olaraq İslam devlətlərinin hal-hazırda ola bilsin bu təhsillə bağlı problemləri, məsələn, deyək ki, Afrikada yaşayan bizim müsəlman qardaşlardır, yəni Asiyanın digər devlətlərində ola bilsin orada təhsilin zəif inkişafı. Yəni, təhsil olan adamı, belə deyək, anlatmaq, başa salmaq daha rahat. Və çox gözəl Qoşqar mənim qeyd etdi. Yəni, boşluq avtomatik də olmalıdır. Çünki yəni, əgər biz təbliğ eləməliyik, yəni İslamı təbliğ eləməliyik cavanlar arasında, mən hesab etmirəm ki, onlara hansısa bir problem yarada bilər. Əksinə, onları saflaşdıracaqdır, onları daxili intizam edəcəkdir, onların mənəviyyətini. Və bu baxımdan yəni, İslamı radikal kimi təqdim etmək mənə yer əsassızdır. Biz ənənəvi olaraq verilişimizdə sual-cavab rubrikası təqdim edirik sizin diqqətinizə və həmin sual-cavab rubrikasında tamaşaçılarımızı maraqlandıran sualları dini ekspertlərimizdən birini ünvanlayırıq. Bu dəfəki verilişimizdə belə bir sual qoymuşuq. Niyə Qur'an-ı Kərim mərhələlər üzrə nazil oldu? Niyə Allah Teala Qur'an-ı Kərimi bir dəfə Peyğəmbərimizə nazil etmədi? Elə bu bizim günümüzlə də əlaqəli olan bir sualdır və həmin sualı bugün Bakı Dövlət Universiteti İlahi Fakültəsinin müəllimi Aqil Şirinov cavablandırır. Gəlin birlikdə Aqil müəllimin cavabını izləyək. Qur'an-ı Kərimin bir çox yerində Allah Teala Qur'anı tədrici yolla, mərhələli bir yolla hissə-hissə indirdiyini söylüyor.
Yəni Quran və biz tarixə də, İslam tarixinə də diqqət yetirdikdə görərik ki, həqiqətən Qurani-Kərim 23 il ərzində mərhələli bir şəkildə endirilmişdir. Yaxşı, bunun səbəbi nədir? Hikməti nədən ibarətdir? Şübhəsiz ki, bunun hikmətinin ən gözəlini Allah Taala bilir, lakin bəzi səbəblərindən biz bəhs edə bilərik. Bu səbəblərdən birini anlamaq üçün biz Qurani-Kərimin ilk endirildiyi cəmiyyətə, yəni Ərəbistan yarımadasındakı cəmiyyətə baxmalıyıq. İslam mənbələrində bu cəmiyyət cahiliyyə cəmiyyəti kimi tanıdılır. Elə bir cəmiyyət idi ki, burada bir çox mənfi xüsusiyyətlərin olduğunu biz görürük. Məsələn, bu cəmiyyətdə içki aludəçiliyimiz olduğunu görürük. Qumar çox geniş bir şəkildə yayılmışdır. Qadınlara qarşı qeyri-insani hərəkətlər geniş bir şəkildə yayılmışdı. Nadirən də olsa qız uşaqlarının diri-diri bastırılması hadisəsi var idi və eyni zamanda bir çox insani hisslərin bu cəmiyyətdə olmadığını görürük. Mərhəmət hissinin məsələn belə bu cəmiyyətdə olmadığını görürük. Hətta Peyğəmbərimiz bir gün öz nəvələri Həzrət Həsənlə Həzrət Hüseyni oxşayarkən, öpərkən bir şəxs onun yanına gəlib və deyib ki, ey Allahın elçisi, mənim 10 uşağım var, bu uşaqlardan heç birisini bu günə qədər öpmədi. Və Peyğəmbərimiz də bunun müqabilində mərhəmət etməyənə mərhəmət olunmaz deyib. Yəni mərhəmət hissində belə problem olan bir cəmiyyət idi. Və öz aralarında qəbilələrə bölünmüşlər. Bu qəbilələr bir-biri ilə mübarizə aparırdılar. Tarixdə bu Əyyamul Arab adı ilə məşhurdur bu mübarizələr. Və Qurani-Kərim belə bir cəmiyyəti müsbət keyfiyyətlərə sahib olan bir cəmiyyətə çevirmək istəyirdi. Və şübhəsiz ki, bu birdən-bir ola bilməzdi. Yəni, məsələn, bugün siz birdən-birə bir içki aludəçisi bir şəxsə desəniz ki, içki pisdir, içkini içmə, o birdən-birə tərk etməz onu. Lakin mərhələli bir yolla içkinin mənfi xüsusiyyətlərini ona anlatdıqda, o nəticədə bu fikirlərindən əl çəkəcək. Və Qurani-Kərim də bu metodu seçdi, yəni Allah da bu metodu seçdi. Bu metod tədrici bir metod idi. Yəni, cəmiyyəti yavaş-yavaş əxlaqi mükəmməlliyə doğru aparmaq, yavaş-yavaş ondakı bu mənfi xüsusiyyətləri dəyişdirmək. Və buna görə də 23 il ərzində Qurani-Kərim mərhələli bir şəkildə indirildi və nəticədə biz görürük ki, mənfi xüsusiyyətlərin bir çoxu həmin cəmiyyətdə itdi və Quranın istədiyi, Allah Taala'nın istədiyi bir cəmiyyətə çevrildi bu cəmiyyət. Qurani-Kərimin mərhələli olaraq endirilməsinin ikinci bir hikmət ondan ibarətdir ki, Qurani-Kərimdə bir çox ayə müəyyən sosial hadisənin, müəyyən sosial problemlərin həlli üçün göndərilmişdir. Biz İslam tarixinə baxanda görürük ki, Qurani-Kərimin bir çox ayəsinin enməsinin səbəbi nüzulu vardır, yəni enmə səbəbi vardır. Bu enmə səbəbi nədən ibarət idi? İslam cəmiyyəti müəyyən problemlərlə qarşılaşırdı və bu problemlərin həllini Peyğəmbərimizdən soruşurdu və Peyğəmbərimizə də Allah tərəfindən vəhy olunurdu və Qurani-Kərimdə bu öz əksini tapırdı. Yəni, həll variantları öz əksini tapırdı. Demək ki, müəyyən məkan və müəyyən zamanda ortaya çıxan problemlərin həlli də Qurani-Kərimdə öz həllini tapıb və şübhəsiz ki, bu birdən-biri olmazdı. Yəni, müəyyən zaman içində ortaya çıxan problemin həllinin əvvəlcədən verilməsi absurd bir fikirdir. Yəni, həmin hadisə gərək ortaya çıxsın ki, yəni problem ortaya çıxsın ki, daha sonra o problemin həlli Qurani-Kərimdə öz əksini tapsın. Qurani-Kərimin əslində mərhələli olaraq endirilməsini, zaman içində ortaya çıxan problemlərin həll variantlarının bu kitabda öz əksini tapması əslində Qurani-Kərimin universal bir kitab olduğunu, bütün zamanlara və bütün məkanlara xitab edən bir kitab olduğunu, Allah tərəfindən endirilən bir kitab olduğunu göstərir. Qoşqan müəllim, biz Aqil müəllimin bu suala cavabını izlədik və Qurani-Kərimin mərhələlərlə nazil olmasının əsas səbəblərindən biri kimi məhz insanları dini hökmlərə hazırlamaq, onlarda ikrah yaratmamaq, onlarda müəyyən bir hazırlıqlar yaratmaq məqsədi gütdüyünü Aqil müəllim vurğuladı. Bax, bu barədə mən istəyirəm sizə fikrinizi bilim. Təbii ki, Aqil müəllim də fikirlərini çox gözəl ifadə elədi. Mən də onun fikirlərini tamamlayıcı olaraq sizin də sualınıza cavab olaraq bir neçə kəlmə demək istəyərdim. Ümumiyyətlə, İslamda tədric şərtdir. Tədric, yəni dinin qaydalarını, dinin müəyyən şərtlərini, Allah və Peyğəmbərin müəyyən istəklərini insanlara tədrici metodla çatdırmaq. Çünki Qurani-Kərim olsun, Peyğəmbər əleyhissalatü vəssalamın hədisləri olsun, ora baxdığımız zaman biz bir çox yerdə nə görürük? Allah Taala insana, bir nəfsə gücü yetmədiyi şeyləri yükləməz. Və tədricilik metodunun da əsası, bax, Quran və sünnədə burada öz əsasını tapır. Yəni, insana birdən-birə dinin hökmlərini yükləmək doğru deyil. Ona tədrici metodlar. Bugün Fatihəni öyrədərsiniz, sabah İxlası öyrədərsiniz, o birisi gün namazı öyrədərsiniz, o birisi gün orucu öyrədərsiniz. Siz birdən-birə bundan xəbəri olmayan insanlara bunu vacibat kimi, olmazsa olmaz kimi yüklədiyiniz zaman insanlar ürkməyə başlayırlar. Amma tədrici metodla, bax, bu gün namaza başladın, sabah oruç tut. Bu gün oruç tutdun, sabah Allah Taala sənə bəlkə mal verər, hacca gedərsən, zəkatı verərsən, xumusu verərsən. Burada yaş faktoru çox önəmlidir. Siz bu gün
25 yaşındakı bir cavana öyrədəcəyiniz bir işi 12-13 yaşındakı bir yeniyetməyə deyə bilməzsiniz. Onun anlayışı da bunun anlayışı müxtəlif olduğu üçün, fərqli olduğu üçün hətta bunlar nəticəsində müəyyən təzadlar belə meydana gələ bilər. İnsanın şəxsiyyətinin formalaşmasında deformasiyalar meydana gələ bilər. O sizin dediyiniz şəkildə deyil, öz istədiyi şəkildə anlaya bilər. Ona görə hər şeydən qabaq yavaş-yavaş insanların anlayıb. Peyğəmbər s.ə.v bir dənə də hədisi ilə mən bitirmək istəyirəm sözümü. Rasulullah əleyhissalatü buyurur ki, xatibun nəsə alə qadri uqulihim. İnsanlara onların dərrakələri səviyyəsində xitab edin. Bir şeyi öyrədəcəyiniz zaman onun anlaya bildiyi şəkildə onu öyrədin. Turqay, mən verilişimizin sonunda bir sual vermək istərdim sizə. Bizim dövlətimiz dünyəvi dövlətdir. Əlbəttə, dinə sayğı göstərən, dindarların hüququnu qoruyan dünyəvi bir dövlətdir. Və bizim dövlətimizdə insanlar arasındakı münasibətlər dünyəvi qanunlarla tənzimlənir. Bax, siz necə düşünürsünüz? Dini adət-ənənələr, dini düşüncə, dini normalar, əxlaq normaları dünyəvi qanunlara kömək göstərə bilərmi cəmiyyətin idarəçiliyində? Yəni, insanlar dindar olsalar, onların dünyəvi qanunlara riayət etməsi də artarmı bununla yanaşı? Onlar daha nizam-intizamlı, daha vicdanlı, daha öz dövlətinə, bayrağına, millətinə, hökumətinə sadiq olan və onları sevən bir insanlar olarlarmı? Dini və hüquqi normaların mədəni, mənəvi məzmunu üst-üstə düşə bilir. Yəni, bunu demək olmaz ki, dindar adam bu dünyavi qaydaları qəbul edə bilmir. Dünyavi qaydalar elə o dindən mənə iləri gəlir. Çünki mən özümdə belə qəbul edirəm ki, Quran özü bir düzgün yaşayış tərzidir. Yəni, sən ola bilsin, belə deyək, o tələblərə riayət etməyərsən, yəni namaz qırmaya bilərsən, yəni oruç tutmaya bilərsən. Yəni, ən azından, belə deyək, o yaşayış tərzini qəbul edirsənsə, əgər həmin insan safdır, həmin insan düzdür, həmin insan öz hərəkətlərinə daha doğru qiymət verə bilir, həmin insan digər şəxslərə belə deyək ki, münasibətdə daha düzgün mövqe tuta bilir və ümumiyyətlə bu həyata gəldiyinin mənasını başa düşür. Yəni, çox zaman biz, belə deyək, indiki devirdə insan yadından çıxardır ki, ümumiyyətlə bu dünyaya nə üçün gəlmişdir? Hədəfi yoxdur. Yəni, bir yaşayış tərzi yaşayır, yəni tam qəbul edə bilmir ki, onun missiyası burada nədən ibarət olmuşdur. Mən hesab edirəm, ona görə ən azından dinin özü, belə deyək, bu ictimai şuurun bir formasıdır və dinin özü, yəni ictimaiyyətin düzgün formalaşmasında, yeni nəslin tərbiyəsində onun rolu danılmazdır. Sadəcə o düzgün istiqamətdə. Yəni, çox düzgün qeyd olundu ki, bunu təcrid formasında olmamalı. Yəni, insanları biz istənilən bir məsələdə belədir. Yəni, insanın həyatı, insana nə maraqlıdırsa, insan ona qaçır. Və belə deyək, bizim də, İslamın da məqsədi, İslamı biz əgər yaymaq istəyiriksə, İslamı bir din kimi cəmiyyət tərəfindən qəbul etmək istəyiriksə, bu halda biz insanlara sevgi yaratmalıyıq. İnsanlar bu dini sevməlidir, insanlar bu dini özünkü kimi qəbul etməlidir. Yəni, əsas fikir budur. Çünki siyasətlə din həmişə bağlı olub, dini istənilən zaman siyasət üçün istifadə olunub, yəni tarix boyu biz bunun şahidi oluruq ki, istənilən zaman din istənilən formada təbliğ oluna bilir. Və tarix də göstərir ki, vaxt olub ki, dinlə dövlət bir olubdur. Hər bir dinin öz xeyri var, hər bir dinin insanların formalaşmasında, həyatı düzgün dəyərləndirilməsində öz rolu var. Yəni, bunu biz qəbul etməliyik. Mən sizə təşəkkür edirəm, maraqlı söhbətinizə görə. Çox sağ olun. Sağ olun. Din insana asanlıq və yüngüllük gətirir. Onu əbəs həyəcanlardan və təşvişlərdən xilas edir. Dini elmləri insanlara öyrətdiyimiz zaman bu prinsipi həmişə yadımızda saxlamalıyıq. Və bir də bunu unutmayaq ki, asanlıq və yüngüllük heç də özbaşınalıq və xaos demək deyil. Allah amanında.